yerləşən dövlətdir. Şimaldan Rusiya, cənubdan isə Çin Xalq Respublikası ilə həmsəddir. Monqolistan paytaxtı Ulan Bator şəhəridir. Ölkənin əhalisi təxminən 3,4 nəfərdir. Rəsmi dili Monqol dilidir. Pul vahidi Tuqrıq adlanır. Monqolistanın tarixi çox qədimdir. 8-ci əsrdə Çingiz xanın rəhbərliyi ilə Monqol imperiyası qurulmuşdur. Bu imperiya bir dövlət dünyanın ən böyük imperiyalarından biri olmuşdur. Monqol Asiya və Avropanın böyük hissəsi fəth edilmişdir. Sonralar imperiya zəifləyərək parçalanmışdır. Monqolistanın ərazisinin böyük hissəsi çöllər və səhralardan ibarətdir. Ən məşhur səhrası Gobi səhrasıdır. Ölkənin iqlim şəraiti qış çox soyuq, yay isə çox isti keçir. Əhali seyrək yaşayır və insanların bir hissəsi hələ də köçəri həyat tərzi sürür. Monqol xalqının mədəniyyəti zəngindir. Onlar atçılıqla məşğul olur, ənənəvi musiqi və rəqslər sevirlər. Köçərilər ger adlanan dairəvi çadırlarda yaşayırlar. Milli bayramlarından ən məşhuru Naadam bayramıdır. Monqolistan bu gün müstəqil və demokratik bir dövlətdir.